İran İraqda olan Kürd qruplarına zərbə indirib. Bununla bağlı sosial mediada görüntülər yayılıb. والله فيرا كاف جمعة İran İsrailin paytaxtı Təl-Əviv şəhərindən raket hücumu həyata keçirib. Hücum zamanı 4 mərtəbəli binaya ciddi ziyan dəyib. Hazırda ərazidə axtarış, xilas etmə və təhlükəsizlik məqsədi ilə yoxlama işləri aparılır. Səhər saatlarında İsrail səması üzərində çoxsaylı raketlərin zərərsizləşdirilməsinin görüntüləri yayılıb. İsrail Hərbi Hava Qüvvələri Hizbullahın himayəsi altında fəaliyyət göstərən yayım stansiyasına və Radvan Qüvvələri bölməsinin qərargahına zərbə indirib. İsrail ordusu Hizbullaha aid daha bir keçid məntəqəsinin yox etdiyini qeyd edib. İranda İsrail və Amerikaya məxfi məlumatların ötürülməsi şübhəsi ilə 30 nəfər saxlanılıb. Bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb. Axtarış zamanı Starlink cihazları və odlu silahlar müsadirə edilib. Amerika və İsrailin gecə hücumları nəticəsində Təbriz şəhərində bir neçə yaşayış məntəqəsinə zərbə indirilib. Bu barədə təslim məlumat yayıb. Hücumlar nəticəsində ən azı 6 nəfər ölüb, 9 nəfər yaralanıb. İsrail Müdafiə Ordusunun Livanın paytaxtı Beyruta endirdiyi zərbələr nəticəsində ən azı 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Livanın dövlət kütləvi informasiya vasitələri qeyd edib ki, ötən gecə İsrail Beyrutun cənub ətraflarına azı 7 zərbə indirib. İsrail ordusu İsfahan şəhərinə hava zərbələri indirib. Bununla bağlı görüntüləri yayılıb. Ukraynaya son hava hücumlarında Rusiya ümumilikdə 390-dan çox döyüş dronu və 34 müxtəlif tip raketdən istifadə edib. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib. Zelenski Ukraynanın 11 vilayətinə endirilən hava zərbəsi nəticəsində 4 nəfər mülki şəxsin öldüyünü, aralarında uşaqlar olmaqla onlarla insanın yaralandığını qeyd edib. Rusiya İrandakı münaqişənin Xəzər regionuna yayılmasına son dərəcə mənfi yanaşacaq. Bu sözləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib. Amerika İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafı bu ölkənin yeni ali lideri postuna namizəd kimi nəzərdən keçirir. Bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb. Ağ Evdə bəzi rəsmilərin fikrincə Qalibaf İrana rəhbərlik etməyə və müharibənin növbəti mərhələsində Trump administrasiyası ilə danışıqlar aparmağa qadir, perspektivli tərəfdaşdır. Lakin qeyd olunur ki, Vaşinqton hələlik hər hansı konkret namizədin xeyrinə seçim etməyə hazır deyil. Amerika hökuməti razılaşma bağlamağa razı olacaq şəxsi tapmaq üçün bir neçə iddiaçını nəzərdən keçirmək istəyir. Mənbələrdən birinin sözlərinə görə, yekun qərar hələ qəbul edilməsə də, Qalibaf ən perspektivli namizədlərdən sayılır. Niyə Qarabağı açsaq deyirsiniz? Başa düşmək istəyirəm. Bəs niyə Ermənistanın bəzi ərazilərində Azərbaycan adları veriləndə özünüzü pis hiss edirsiniz? Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Simonyanın özünə də vaxtilə açsaq dediyi xatırlanan zaman səhv etmişəm cavabını verib. Qarabağ Azərbaycan ərazisidir deyə o əlavə edib. Simonyan üzərində Ermənistanın xəritəsi olan nişanını göstərərək qeyd edib ki, həmin xəritədə Türkiyə qərbdə, Azərbaycan şərqdə, İran cənubda, Gürcüstan isə şimalda yerləşir və Cavaxetiya da Ermənistan yox, Gürcüstan ərazisidir.